Kanalıma xoş gəlmisən əziz dost. Bugün sənə yəqin ki bir çox yerdə adına rastladığın, amma tam olaraq nə məna kəsb etdiyini və ya hansı prinsiplərlə işlədiyini bilmədiyin rezonans qanunu haqqında danışacağam. Bəzən həyatımızda elə hadisələr olur ki, bizə sanki təsadüfmüş kimi hiss etdirir. Əslində isə içimizdən bir səs bunun heç də təsadüf olmadığını pıçıldayır bizə. Sanki kim isə, nə isə, hansısa agah olmadığımız bir qanuna uyğunluq, bir enerji bizə cavab verir. Bax, bu cavabın mexanizmi elə rezonans qanununun özüdür. Rezonans sözü latıncadan tərcümədə əks-səda mənasını verir. Fizikada rezonans dedikdə iki sistemin eyni tezlikdə titrədiyi zaman bir-birini gücləndirməsi nəzərdə tutulur. Yəni iki maddi cisim eyni ritmdə titrəyirsə, biri digərini gücləndirir. Məsələn, iki gitara yan-yana dayanıb, birinin siminə vurursan, digər gitaranın eyni notdakı simi titrəməyə başlayır. Bax, bu fiziki rezonansdır. Başqa misallara nəzər salaq. Radio qəbul edərkən sən bir tezlik seçirsən. Cihaz o tezlikdə olan siqnalla rezonansa girir və səsi eşidirsən. Yəni, sənin radionun tezliyi ilə stansiyanın dalğası üst-üstə düşür. Rezonans yaranır. Məşhur körpü nümunəsində də eyni hal baş verir. Əskərlər körpüdən keçəndə addımlarını eyni ritmdə vururlarsa, körpü rezonansa girib titrəyə və hətta çökə bilər. Ona görə də hərbi qaydada körpülərdən addım saymadan keçmək tələb olunur. Elə isə gəl bir anlıq bunu həyatımıza necə tətbiq edə biləcəyimiz barədə düşünək. Biz də titrəşim yayırıq. Bəli, düz eşitdin. Hər birimizin özünə məxsus bir vibrasiyası var. Hər bir hüceyrəmiz müəyyən tezlikdə enerji yayır. Bu sadəcə ezoterik fikir deyil, elmi əsaslara dayanan bir faktdır. Biofizika və kvant mexanikası təsdiqləyir ki, bütün maddə, o cümlədən insan orqanizmi enerji dalğalarından ibarətdir. Deməli, biz hansı tezlikdə titrəyiriksə, həyatımızda da bənzər tezlikdə, bənzər frekansda hadisələr öz əksini tapır. Əgər sən qorxu, qəzəb, pessimizm enerjisindəsənsə, bu aşağı tezliklərdir. Başqa sözlə desək, aşağı təbəqə frekansdasan. Elə ona görə də məhz bu tezliklərə uyğun hadisələr səni tapır. Amma sevgi, minnətdarlıq, dinclik halı, bunlar yüksək tezliklərdir. Və ruh halın, titrəşimin bu frekanslardadırsa, həyatına da eyni enerjidə olan hadisələri çəkirsən. Bunu biraz da praktik, gündəlik yaşamımızdan hadisələr üzərindən düşünək. Heç fərqinə varmısanmı? Əhvalın pis olanda, ard-arda xoşa gəlməz hadisələr sanki bir-birini zəncirvari şəkildə izləyir. Sanki bütün gün həmin doğru dalğaya düşə bilmirsən. Əksinə, ruh halın yaxşı olanda, pozitiv, huzur içində olduğun zaman sanki davamlı olaraq hər şey yolunda gedir. İnsanlar sənə gülümsüyür, üzünə qapılar açılır, təsadüflər sənin xeyrinə işləyir. Bu, rezonansın həyatdakı təzahürüdür. Bunu daha konkret elmi dillə belə izah edə bilərik. Hertz vahidi ilə ölçülən tezliklər var. Məsələn, sevgi və minnətdarlıq halı təxminən 500-600 Hz, qorxu və günahkarlıq hissi isə 100 Hz-dən aşağıdır. Yəni, sən sevgi və şükranlıq tezliyindəsənsə, sanki həyatının dalğa ölçüsünü dəyişirsən və artıq o tezlikdəki hadisələrlə rezonansa girirsən. Buradan bu nəticəyə gələ bilirikmi ki, düşüncə maddəyə təsir edir ifadəsi özünü tamamilə doğruldur. Çünki düşüncə də bir enerjidir. İnsan beyni saniyədə 47 mikrovatlıq elektromaqnit impulsları yayır. Bu çox kiçik görünsə də, rezonans baxımından kifayətdir ki, ətraf mühitdəki enerjilərlə uyğunlaşsın. Bu məqamda təbii olaraq bir çoxumuzda belə bir sual formalaşır. Yəni, mən sadəcə pozitiv düşüncə ilə hər şeyi dəyişə bilərəm? Cavab qismən, amma tam deyil. Çünki rezonans təkcə düşüncədən yox, emosiyadan və inancdan da asılıdır. Əgər sən bir şeyi istəyirəm deyib, amma içində yenə alınmayacaq qorxusu varsa, sənin əsas rezonansın qorxuya görə aşağı təbəqədə qalır. Ona görə də rezonans qanunu təkcə müəyyən ifadələri dilə gətirib, özünü inandırmış kimi göstərməkdən deyil, enerji səviyyəni, titrəşimini dəyişməkdən başlayır. Bəs buna nail olmaq üçün, titrəşimini yüksəltmək üçün nə edə bilərsən?
Bir neçə sadə, amma elmi cəhətdən təsdiqini tapmış üsullar barədə sənə ipuçları verəcəm. İstək, inam və daxili harmoniya. Kainatla rezonansda ola bilmək üçün yalnız bu üçlüyə ehtiyacın var. Daxili harmoniya üçün ən effektiv üsullardan biri meditasiyadır. Meditasiya beyin dalğalarını beta rejimindən alfa rejiminə keçirir ki, bu da rezonansı balanslaşdırır. Biz gündəlik həyatda, işdə, dərsdə, stres və ya gərginlik anlarında beta vəziyyətindəyik. Yəni ağıl işləyir, bədən gərgindir. Şuur tam aktivdir. Diqqət kənarda baş verənlərədir. Qorxu, stres və narahatlıq zamanı beyin beta dalğasında həddindən artıq aktivləşir. Bu zaman beynin rezonansı pozulur. Çünki enerji çox dağınıq olur. Alfa dalğada isə biz meditasiya zamanı sakitləşdirici musiqilər dinlərkən, təbiətdə dinclik halındaykən ola bilirik. Bu zaman həm ağıl, həm də bədən balansdadır. Yəni həm ayıqsan, həm də dinc. Bu zaman bədənin rahatlayır, ürək döyüntün və nəfəsin stabilləşir. Beyninin sağ və sol yarımkürələri harmoniyaya gəlir, yəni rezonans yaranır. Bu vəziyyətdə insanın enerjisi daha sabit və güclü olur. Sadə dillə desək, beta səsküylü radio dalğasıdır. Siqnal var, amma qarışıqlıq çoxdur. Alfa isə təmiz tezlik hesab olunur. Səs aydın eşidilir, rezonans yaranır. Yəni düşüncənin təsirli olması üçün sən onu alfa vəziyyətində formalaşdırmalısan. Bu zaman sənin niyyətin və enerjin ahəngli dalğada kainatla rezonansa girir. Rezonans qanunu təkcə mistik anlayış deyil. O həm də sənin bədəninin, beyninin və duyğularının bir-biri ilə uyğunlaşma qanunudur. Əgər bunu dərk etsən, həyatında baş verən heç bir hadisə sənə təsadüf kimi görünməyəcək. Çünki sən artıq bilirsən ki, həyatında baş verən hər şey sənin enerjinin cavabıdır. Həyat səni cəzalandırmır. O yalnız sənin düşüncələrinlə rezonans təşkil etməyə cəhd edir, səni sənə əks etdirir. Əgər sən öz titrəşimini yüksəltməyə səy göstərsən, həyat dediyin, sənin təzahür etdiyin düşüncələrindən ibarət olan reallığının tədricən xoş istiqamətlərə doğru dəyişməyə başladığının şahidi olacaqsan. Çünki kainat səni eşidir. Sən yetər ki, düzgün tezlikdə danış. Son olaraq, fikrimi Paulo Coelho'nun çox sevdiyim kimyagər əsərindən bu misralarla tamamlamaq istəyirəm. Əgər sən bir şeyi ürəkdən istəsən, bütün kainat onu əldə etməyin üçün səfərbər olar.